Biz belə badirələri yaşadıq. Talih budur, yazı budur. Görünür ki, mən bu şeyləri ömrümün sonuna qədər yaşayacağım. Təslim olmayacağım. Zaten ömrümüzə də bir şey qalmadı. Bir 5 il, 10 il gələ, ola, olmaya. Amma nə qədər nəfəsim var, nə qədər gücüm var, nə qədər imkanlarım var bu millətə, sizə xidmət edəcəm. Deyirlər ki, bu millət üçün ağlayan iki gözdən olur. Mənim gözlərim zəifliyib biraz. Həkimə falan gedirəm. Yəqin ki, katarak da var. Yəni yaş artıq gəlib, bəlli bir məqama yetişib. Siz bir şey biləsiniz Azərbaycan gəncləri. Yəni bu ölkənin gələcəyi sizsiniz. Nə zaman sağ xüvlərdən baxacaqsınız, nə zaman sağ qiymətləri verəcəksiniz. Biz hamımız ölüb gedəcəyik. Siz bilin ki, şərə xidmət eləyənlər məğlub olacaq. Siz bilin ki, bu millət üçün ağlayan iki gözdən olar ifadəsi yanlışdır. İçimizə yeridilən atalar sözləri, Rus KGB-sinin hazırladığı atalar sözləri, bu millət üçün ağlayan heç kim iki gözdən olar. Heç kim. Bir dənə şeir yazanımızı unutmamış. Heç kim. Biz bu millət olaraq, bir millət olaraq, mən Xuralın qəzet vaxtından, mən tələbə vaxtlarından, mən tanıyanlar bilir. Mən tələbə vaxtlarından deyirdim ki, iki gözdən olar bu milləti, bu millət üçün ağlayan iki gözdən olar ifadələri. Palaza bürün, yerlə sürün, az aşın, ağrımaz başın, deyən atalar, sözləri bizim atalar deyil. Biz yolumuzda davam edirik.